Son dönemlər Qrenlandiya adası ən çox hallanan adadır, adı hallanan adadır. Bilirsiniz, Amerika oranı qəsb etmək istəyir, özünə birləşdirmək istəyir. De yure o ada Danimarkanın nəzarətindədir. Mən sadəcə olaraq bu ada haqqında bir məlumat vermək istəyərdim. Çünki Azərbaycan siyasi, bu politoloji sahəsində, spektrində belə ümumi hər mövzuda ümumi əzbərləmiş bir düşərgə var. Elə eyni sözlər deyirlər. Nə dərini bilmirlər, nə hadisə haqqında məlumatlar yoxdur, nə analiz qabiliyyətləri yoxdur. Sadəcə siyasi konjunktura uyğun bir əzbərlənmiş ifadələr də çıxırlar, danışırlar, gedirlər. Amma hər mövzuda əgər danışırsansa, onun haqqında bircə məlumatın olmalıdır və təbii ki, məlumata uyğun bir analiz qabiliyyətin olmalıdır. Mən bu niyə gedirəm? Bu məlumat eləyib və sizə bir analiz üçün bir fikirləşmək üçün bir istəyirəm mövzu vermək, məhsul vermək, təqdim etmək. Deyə bilərsiniz, əşi bizə Qrenlandiyadan nə? Yox, nə deyil. Qrenlandiyadan nə, Fələstindən nə, nə bilim, elə deyil. Biz bir eyni ümumi qlobal dünyanın bir hissəsiyik. Biz də bilməliyik və bunu olaraq nəticə çıxarmağı bacarmalıyıq. Qrenlandiyada ötən əsrin ikinci yarısından başlayaraq Danimarkanın bir genosid siyasəti aparır. Kimə qarşı? Qrenlandiyanın bir yerli xalqı var, İnuitlər. Alyaskadan köçmüş xalqdır. 19-cu, 18-ci əsrdə o Qrenlandiyaya İnuitlər, yəni Qrenlandiyanın yerli xalqlarından sayılır və Danimarka oranı qəbz eləyəndən sonra əsasən də 2-ci Dünya Savaşından sonra başladı orada İnuitlərə qarşı anti-İnuit bir anti-siyasət aparmağa. Nəyə görə? Çünki İnuitlərdə bir təhlükə gördü ki, İnuitlər çoxarıb sabah Qrenlandiya müstəqilliyi haqqında mübarizəyə qoşulurlar Danimarkaya qarşı və bu hansı Danimarkadır? O Danimarkada bilirsiniz də Türkiyə ağıl öyrədir PKK ilə bağlı. 2-ci Qarabağ savaşında Ermənistanın yanındaydı, Azərbaycanı ittiham edirdi və s. O Danimarka ki, Kürdlərin, güya ermənilərin hüquqlarını müdafiə edir, onların əzilmiş xalqlar hesab edir. O Danimarka ki, orada PKK çox rahat şəkildə fəaliyyət göstərir. Həmin o Danimarka, həmin bu yetim İnuitlərə qarşı 2-ci Dünya Savaşından sonra elə bu illərə qədər sterilizə siyasəti var. Nə sterilizə siyasəti? Nədir? Onların 15 yaşından 45 yaşına qədər qızlarını, qadınlarını sterilizə edirlər ki, onlar doğmasınlar, onlar çoxalmasınlar. Həmin bu siyasətin 100 illik yaxın bu o siyasətin 70 illik, 80 illik siyasətin nəticəsində İnuitlər 2 dəfə azalırlar. Məsələn, Qrenlandiyanın hardasa indi əhalisi 60 mindir, amma 120 min olmalı. Məsələn. Və bu gizlənirdi, bu Avropada deyilmirdi. Danimarkaya qarşı güldən artıq söz də deyilmirdi. Heç kim tərəfdən. Və Danimarka bizdə həmən bunu nəyə görə mən deyirəm? Həm də bizdə bu Avropa deyəndə o iç sümüyü görəndə dilləri çıxıb və belə şirələnir. Avropa deyəndə bizdə elələri var. Onlara deyirəm, amma bu sizin mədəni Avropa dediyində ilk adamın ağlından kim gəlir? Danimarka krallığı, Kopenhagen və s. Amma həmən o Danimarkayda baxın, adi bir xalqa qarşı sterilizə siyasəti, mədəniyyətə baxın. Yəni şərqin ən belə qatı diktaturası belə öz ölkəsində olan hansısa bir xalq o sterilizə siyasəti aparmırdı. Amma Danimarka mədəni, savadlı, səviyyəli, sivil Danimarkada bu edilir və heç kəs də Danimarkaya qarşı nə genosid siyasəti, nə üzr istəmək, nə sanksiyalar bunu hədə qorxu gəlmirdi. Çünki bu Avropa ailəsinin içindəydi və bunu qəşəng şəkildə örtbasdır edirlər. Amma təbii ki, bunu örtbasdır etməklə deyil, maraqlananlar, bilənlər bunu araşdırırlar, göstərirlər və təqdim edirlər. Və bu yaxınlarda artıq Danimarkanın bir quyruğu qapı arasında qalanda Amerika Birləşmiş Ştatları Qrenlandiyaya belə deyək, iddia ortaya qoyanda Amerikalılar nə deyirlər? Amerikalılar müqayisə edirlər ki, Alyaskadakı yerli xalqlarla Qrenlandiyanın yerli xalqları. Amerikadakı biz Alyaskadakı yerli xalqlara dotasiya verdik. Onlar yaşasınlar, inkişaf etsinlər, sağ qalsınlar. Amma Qrenlandiyada gözünüz bu İnuitlərə qarşı Danimarkalılar görün sterilizə siyasəti aparırlar. Genosid siyasəti aparırlar. Amma biz gəlsək elə olmayacaq. Düzdür, Amerikalılar özləri öz torpaqlarını hindulara rezervasiya salıb, məhv eləyib
qalan hissədə rezervasiya salıb Amerika Birləşmiş Ştatları qurdular. O da başqa bir mövzudur. Amma bu məsələdə müqayisə edirlər də Amerikalı. Alyaska ilə Qrinlandiya və biz Alyaskada yaşayan yerli Hindu xalqlarına imkanlar yaratıq, yerli xalqlara desək. Amma bunlar görürsüz Danimarkalılar isə Qrinlandiyanın yerli xalqlarını belə məhv eləmək siyasəti aparırlar və bu siyasət 10 illərdir gedirdi. Sadəcə olaraq indi aydın oldu. Daha bu Danimarkanın yenə dediyim ki, quyruğu qapa arasına qalandan sonra tez Danimarka baş naziri qaçıb orada inuitlərlə görüş keçirdi, bağlı bir verdi və səhv etdiklərini bildirdi. Bəli, biz səhv etmişik. Yəni üzr istəmək, genosid etmişik, soyqırım etmişik, necə rahat şəkildə bu türkləri məsəl üçün ittiham edirlər və digər bizi ittiham edirlər, biz ermənilərə qarşı Qarabağda genosid siyasəti var. Onun yox, sadəcə səhv etmiş. Yəni elə bir ki, balaca bir şeydi səhv ediblər. Bir millətin 70 ili, 80 ildir genofondunu məhv edir və bu elə bir sözlə səhv etmişik də biz indi üzr xalqlığımızı qəbul edək. Bunu ilə çalışırlar inuitləri razı salıb və Danimarkanın tərkibində qalmağa razı salmaq. Yəni işlər o da necə? Nə vaxt baş verir? Amerikalıların təhdidindən sonra, yəni belə deyək, quyruqları qapı arasına qalandan sonra ayrıldılar. Bunlar budurlar. Bu Avropanın siması, sivri mədəni siması budur. Avropaya belə də üst düzey kimi baxan bu Azərbaycanlılar da mən demək istəyirəm. Avropa deyəndə ağzımız sulanır. Bax budur sizin o Avropanız. Ən qəddar şərq despotiyasının daha həmin o demokratik, sivil, sekulyar dediyiniz Avropa daha qəddardır. Sadəcə onlar gizlədilə bilirlər, gizlətməyə bacarırlar, bir-birlərini ifşa etmirlər. Amma hamıya da ağıl verirlər digər sivilizasiyalara, digər dinlərə, irqlərə, millətlərə. Amma elə deyil. Ən vəhşi göv bu tarixdə, bu xalqlar içində məsələ həmin o Avropalılardır. Roma imperiyasından başlayaraq bunların o vəhşiliyi digər xalqlara qarşı, digər sivilizasiyalara qarşı göz önündədir. Bunu bir daha Azərbaycanda da duymaları və bilmələrin Azərbaycanlıların mən istəyərdim ki, qoy bilsinlər ki, əsər Avropanın siması nədir? Yəni bunlar kimdirlər? Bunlar özlərindən nə təşkil edirlər? Bax, bunu biləsiz və tanıyasınız onları.